Bugünkü Yusufzadə Olimpiyadasında 9-cu çalışma üzərində müəyyən mübahisələr gedir. Mən bunun həllini göstərmək istəyirəm. Deməli, burada belə üzülüb hər ikisi. Yəni şərtlər var, artıq mən şərti demək istəmirəm. Deməli, birinci cavablar bunlardır. Maksimum bilirsiniz ki, hasili 990 olan ədədlərin maksimum cəmi bir-birindən mümkün qədər uzaqlıqda olan ədədlərdə alınır. Bunu biz yaza bilərdik. Deməli, ortaya ədədi qoyacağam. 900, 495, birinə 1, birinə 2. Bax bu cür. Və nəticədə baxın, burada göstərirəm. Belə maksimum Z olacaq x üstəgəl y. X bərabərdir A üstəgəl B, y bərabər B üstəgəl C. Bunları hesablasaq, gəlib alırıq 993. Yəni Z-in maksimal qiyməti olur 993. Baxın, belə. Minimum qiymət isə, cəmi minimum qiymət isə ədədlər bir-birinə yaxın olduqda alınır. Mümkün olan fərqli olduqları üçün mümkün olan yaxın ədədlər 11, 9, 10-dur. Minimal üçün də B-yə 9 qoyacağıq. Baxın, bax belə. Və nəticədə Z-in minimal qiyməti yenə həmin qayda ilə hesablayırıq. 39 alınır. 39 üstə gələk 993 eləyir 1032. Düzgün cavab B variantıdır. Yəni bu cavab burada var. Sağ olun. Diqqətinizə görə.